Salam, əziz dostlar. Orta kanalın bugünkü qonağı hamımızın sevdiyimiz, tanınmış fizik, mənim dostum, şəxsi dostum Müsavər müəllim Musayevdir. Hoş geldin Müsavər müəllim. Hoş geldin müəllim. Müsavər müəllim, fizika həqiqətən çox maraqlı bir sahədir. Yəni, physics, təbiətin qanunları bu oxunmamış bir kitabdır. Nə qədər fizika barədə yazılar dərc olunsa da, fiziklər nə qədər tədqiqatlar aparsalar da və s. Amma təbii ki, bizim təbiət barədə, bizi əhatə edən təbiət barədə bizim bildiklərimiz bilmədiklərimizdən çox azdır. Bilmədiklərimiz lap çoxdur. İndi Ramazan ayıdır və Allah oruç tutanların oruçlarını qəbul eləsin. Allah ibadət edənlərin hamısının ibadətini qəbul eləsin. Və təbii bir sual yaranır. Fiziklər dinə, inanca necə baxırlar? Bu barədə xahiş edirəm biraz məlumat verəsiniz bizə. Çox sağ olun müəllim. Sual olduqca maraqlı sualdır. Mən də bütün oruç tutanların hamısına, ümumiyyətlə xalqımızı bu müqəddəs ay münasibəti ilə təbrik edirəm. Hamısına özüm arzulayıram. Oruç tutmaq təbii ki, müqəddəs işdir və bu həm də bir növ bir sınaq meydanıdır. İnanc mənbəyidir. O ki, qaldı Namik müəllim verdiyi sual məsələsinə. Düzü, bu məsələ elə dində olduğu kimi elmdə də həmişə o bir nömrəli sualdır. Biz necə yaranmışıq, hardan yaranmışıq, hardan hara gedirik, necə gedirik. Və bir də fiziklərin, mən təbii ki, verilmiş halda tanıdıqlarım, əsərlərlə tanış olduğum fiziklərin ümumiyyətlə dinə, Allaha, yaradılışa münasibəti məsələsi. Və onu əvvəlcədən deyə bilərəm ki, müasir fizikanın gəldiyi qənaət ondan ibarətdir ki, yəni bu çox saylı, bu barədə biz şəxsi söhbətlərimizdə danışmışıq. Gəldiyi qənaət ondan ibarətdir ki, təxminən 13,6, bəzi mənbələrdə 14 də deyilir, 13,8 milyar da deyilir. Bəli. Yəni bu rəqəm təxmini, çünki bu 13,6 ilə müqayisədə 0,2 milyar il demək olar ki, ölçmənin xətasıdır. Hətta deməli belə 10 milyar 20 milyard arası deyilən belə mənbələr də var. Amma fizikanın gəldiyi qənaət, mənim aldığım daha dəqiq mənbələrdən aldığım qənaət 3,6 milyard il bundan əvvəl böyük partlayışma Big Bang-də deyirlər, nəticəsində yaranıb. Və mənim tanıdığım, əsərlərlə tanış olduğum fiziklər arasında belə deyim də ki, Allaha inanmayan fizikə düz rast gəlməmişəm. Onu inkar edən fizikə rast gəlməmişəm. Elə hamının tanıdığı Albert Einstein, Bohr, Niels Bohr, bunların öz mübahisələri ilə artıq bu belə dillər əzbərinə çevrilib. Mübahisə var. Deməli, həmin dövrdə bu dalğa funksiyasının interpretasiyası ilə bağlı deməli, Max Born belə bir nəzəriyyə irəli sürdü ki, deməli, zərrəciklərin həm də dalğa xüsusiyyəti var və onların da bu hərəkəti dalğa funksiyası ilə xarakterizə olunur. Yəni, bir qədər sadə dildə demiş olsaq, yəni bu dalğa funksiyasının kvadratı bizə zərrəciyin fəzanın hansısa nöqtədə olma ehtimalını verir. Yəni, kvant fizikasının elə bil ki, təməl daşı bundan ibarətdir. Təbii ki, Einstein ömrün sonuna qədər bundan barışa bilmədi və onun Bora məşhur bir müraciəti var ki, mən inanmıram ki, Allah zər atmaqla məşğuldur. Və Borun da ona cavabı ki, herhalde Allah'a siz göstərməli deyirsiniz ki, o nəyi nəzir edir? Necə etmək lazımdır. Ondan başqa digər bir çox onlardan heç də az məşhur olan fizik, az məşhur olmayan fizik Paul Dirac İngilis fiziki. O da deyirdi ki, Allah təbiəti
riyazi dildə yazıb və ən gözəl, ən böyük riyaziyyatçı Allahın özüdür. Bundan başqa digər fiziklərdə də bu Allah, Allaha tapınma, Allaha inam, yəni onu inkar eləmək söhbəti yoxdur. Və o ki qaldı, necə yaranıb, onu Allah yaradıb, ya bu barədə necə deyim, fiziklər bir qədər ehtiyatla davranırlar. Misal üçün mən Vitaliy Ginzburgun belə bir söz yadımdadır ki, böyük partlayışa qədər 10⁻34 saniyəyə qədər biz izah edə bilirik. Yəni təbiət necə yaranıb, necə leptonlar Partlayışdır, partlayışa o qədər qalmışdan bu tərəfi -34 saniyə 34 saniyə qədər ora qədər gedib izah çıxa edə bilir bilirik. elm. Bəli. Amma O partlayışın özü və o qaranlıqdır, sual sual işarəsidir. işarəsidir. Yəni Partlayışdan qabaq əl arxsızdır. Heç ona heç bəli. gedib çata bilər. Ona görə yəni bir növ səhv eləmirəmsə, ola bilər səhv eləyim, bu fiziklərin bu gəldiyi qənaət elə Quranda Allahın buyurduğu kimi heç nədən yaratdıq Və fəzanın genişlənməsi müddəası var. Bəli, bütün bunlar hamısı Fəzanın genişlənməsi müddəası elmdə nə vaxt? son dövrlərin, bəli, 30 ilin söhbətidir. Çünki bundan qabaq fəzanı biz stabil kimi qəbul edirdik ki, kosmos bəli, son fəzanın belə deyək ki, genişlənməsi haqqında müddəa var idi, amma artan sürətlə genişlənməsi son dövrlərin bir belə deyək ki, gəldiyi qənaət. Newton dövründə kosmos sabit götürülür. Bəli. Ondan sonra yavaş-yavaş gəldi. İndi deyirik ki, bəli, fəza genişlənir və təcil, o genişlənmənin sürətinin dəyişməsi müsbət təcillə bu son dövrlərin. Yəni əslində çox maraqlıdır bu söhbətlərin hamısı. Sizin dediyiniz kimi, yəni sizin yox, ona hansı alim demişdi, düstur bu şeyin kosmosun yaranması Allah'ın bir düsturudur, yazı düsturudur. Bu həqiqətən belədir. Məsələn, istənilən fizika qanunu götür, ümumiyyə cazibə qanunu, ən məşhur, ən sadə, hər kəsin başa düşdüyü. Bu bir riyazi düsturdur. Riyazi düsturdur. Deməli, fəzada iki cisim bir-birlərini onların kütlələrinin hasili ilə düz mütənasib, mərkəzləri arasındakı məsafənin kvadratə tərs mütənasib olaraq cəlb edirlər və bu cazibə qüvvəsi gravitasiya sabitindən asılıdır. Yəni F bərabərdir J M1 M2 surətdə bölünsün R kvadratı. Bu çox dəqiq, çox yəni düzgün hesablanmış bir qaydadır, düstur formasında verilib və heç kim onu dəyişə bilməz. Gravitasiya bu təbiətin qoyduğu bir nizamdır. Nizamdır. Biz buna təbiətin qoyduğu deyə bilərik, Allahın da qoyduğu, elə ki, bu nizamdır və bu nizamdan kənara çıxmaq. İşığın müəyyən bir sürəti var. Bəli. Səsin müəyyən bir sürəti var, yayılma sürəti var, mühitlərdən asılı olaraq. Məsələn, yerin özünün müəyyən bir trayektoriyası var Günəşin ətrafında. Günəşin özünün hərəkət trayektoriyası var. Və bunlar çox dəqiq, hamısı çox riyazi dəqiqliklə verilmiş nətər deyək, verilənlərdir bunlar hamısı. Ona görə də yəni burada artıq elm yox, burada inanç gəlir məncə ki, sən nə cür inanırsan, nə cür fikirləşsən. Bu öz-özünə ola bilərdi. Təbii ki, yox. Mümkün deyil. Bu, hansısa bir beyin mərkəzindən bunlar yaradılır. Amma inanclar fərqli ola bilər. Biri xristiyan kimi inana bilər, biri müsəlman kimi, biri Allahın dini olmur. Allahın dini yoxdur, bəli. Hərə özü bildiyi kimi inana bilər. Mənim fikrimcə, bizim bu təbiəti öyrənməyimiz Allahın sirlərini yavaş-yavaş aşmaq cəhdidir. Və bunda da təbii ki, bəşəriyyət müəyyən mərhələlərdən keçir. Yəni, bizim indi sahib olduğumuz biliklər bazası, bunu götürək deyək ki, İbtidai İcma Quruluşunda adamların sahib olduğu biliklərlə müqayisə olmaz dərəcədə indi biz çox biliklərə sahibik. Və bunlar da bayaq o dediyimiz o riyazi asılılıqları aşkar eləmək, addım-addım, bax belə
Fizikada bu yolu keçib. Tək fizika deyil, bütün elmləri eyni yolu keçiblər. Addım addım Allahın sirlərini öyrənə-öyrənə biz Allaha mən deyərdim daha çox yaxınlaşırıq. Elm vasitəsilə. Sirlərini bildikcə daha çox yaxınlaşırıq. Fizika hansı mərhələlərdən keçib belə öz inkişafında? Mən fizikanın inkişafı mərhələləri haqqında təbii ki, biz müəyyən mülahizələr yürüdə bilərik. Ümumən qəbul olunmuş belə bir təkcə fizikanın yox, ümumiyyətlə elmin inkişafında biz Newtona, daha doğrusu Galilei Newtona qədərki mərhələ və bir də ondan sonraki mərhələ adətən götürülür. Niyə məhz bu götürülür? Burada səbəb nədir? Məsələ burasındadır ki, ta qədimdən antik dövrlərdə əsasən Aristotelin yanaşması, deməli, elmin inkişafında, öyrənilməsində, təkcə mən o dövrdə təbii ki, elmlər fizika, biologiya, kimya kimi hissələrə bölünür. Fəlsəfə idi, yəni bir fəlsəfə. Orada ən deməli götürülən ən vacib metodologiya ondan ibarət ki, müşahidə və bir də dəmir məntiq. Yəni müşahidələr aparılırdı və bir də məntiq əsasında müəyyən nəticələrə gətirib çıxarılırdı. Biz əgər belə deyək ki, Arximedi istisna eləmiş olsaq, qədim dövrlərdə, antik dövrlərdə müasir nöqteyi nəzərdən fizik hesab oluna bilən alim yoxdur. Çünki Arximed yeganə alim idi ki, onların içərisində nə isə o gəldiyi nəticəni təcrübə ilə yoxlanmışdı, onu sübuta yetirmişdi. O Evrika məsələsində yəqin. Evrika məsələsi, qızılın saf olub olmadığını, o cür o tacın, bəli. Onu təcrübə, indiki baxımdan deməli antik dövrün yeganə fiziki hesab oluna bilər. Bəs Galilei və Newton belə deyək ki, təbiəti öyrənmədə nəyi dəyişdirdilər? Onlar nə etdilər? Onlar demək olar ki, bu təbiət elmlərində öyrənmədə yeni bir metod, yanaşma, üsul təklif etdilər ki, bu da nədən ibarətdir? Əvvəlki olduğu kimi qalır müşahidə, sonra hipotez, onun əsasında müəyyən bir hipotez qurulub. Bunun əsasında nəzəriyyə və nəzəriyyə hökmən və hökmən təcrübədə öz təsdiqini tapmalıdır. Hökmən düşürülmüş, bəli, təcrübələr bugünkü gündə baxmış olsaq, bütün təbiət elmlərində bu yanaşma, prinsip budur. Hətta çox üzr istəyirəm, nəzəri təcrübə deyilən bir məfhum da artıq elmdə var. Yəni elə şeylər var ki, sən onu təcrübədə bilavasitə sübut edə bilmirsən, amma nəzəri cəhətdən onu təcrübə formasına gətirib bu cür sübut eləməlisən ən azından. Sübut olunmayıbsa, bu elm deyil artıq, yəni fakt sayılır. Tamamilə doğrudur. O nə vaxtdan başlayır? Deməli, bu düşüncə tərzi? Bu düşüncə tərzi deməli elə bil ki, Newton bu hardasa 17-ci əsr, 16-cı əsrin sonu, 17-ci əsrin əvvəlindən bu tərəf artıq metodun tətbiqi, bayaq siz dediyiniz kimi, elmlər bir böyük sıçrayışa gətirdi, çıxartdı. Newton qanunları, onlardan birində bayaq siz ümumi cazibə qanunu dediniz, o Galileyin o məşhur təcrübələri və bundan ilhamlanaraq artıq sonraki alimlər bu sahədə çox böyük nailiyyətlər əldə etdilər və yəqin ki, xatırlayırsınız o ümumi cazibə qanunu haqqında dediyiniz doğrudan da məlum olan planetlərdən ikisi məhz qələmin ucunda deyirlər də kəşf olunub. Yəni, bəli, onu xatırlayırsınız ki, deməli o mövcud planetlərin hərəkətini izləyərkən oradakı kənara çıxmalar əsasında belə nəticə gəlir. Birinci orada planet olmalıdır. Bundan ən birincisi isə deməli arıcılıqla baxmış olsaq, o Galilei kometi. O 76 ildən bir qayıdır və onu ilk dəfə Newtonun ümumi cazibə qanunu əsasında alimlər sübut edir ki, hansı vaxtda, hansı nöqtədə müşahidə olunmalıdır və o verilən proqnoz həmin deyilənlərlə tamamilə təcrübələrlə üstə düşdü. Bu belə bir mərhələ deyək ki, Aristoteldən başlayır. Newtona qədər. İkinci mərhələ Newton. Ondan sonra gələn və 20-ci əsrin əvvəllərinə qədər. Yəni kvant fizikasının yarandığı dövrə qədər. Üçüncü dövr. Bu artıq bu
kvant fizikasında Çox üzr istəyirəm. buyurun. Kvant fizikası, yəni Einstein nisbi nəzəriyyəsi, onu da biz klassik Newton fizikasına daxil edirik, yoxsa onu artıq Yox. kvant? Yox, o ayrıca nisbilik nəzəriyyəsi o bir başqa istiqamətdir. Yəni elə bil ki, bir növ daha doğru demiş olsaq, nisbilik nəzəriyyəsi göstərdi ki, Newton mexanikası nisbilik nəzəriyyəsinin xüsusi halıdır. Yəni kiçik sürətlərdə Bəli. nisbilik nəzəriyyəsindən alınan bütün nəticələr Newton qanunları ilə, Newton mexanikası ilə tamamilə üst-üstə düşür. Yəni biz belə baxmış olsaq, Newton mexanikası bərabərdir Einsteinin nisbilik nəzəriyyəsi, ancaq kiçik sürətlərdə. Bəli. Və yaxud Ancaq əksinə. aşağı sürətlərdə Bəli, doğrudur. İşıq sürətindən kiçik sürətlərdə. Bəli. İşıq Amma- sürəti müqayisə olunan sürətlərə gedərkən artıq Bəli, orada tamamilə doğru. tamamilə başqa cür qanunlar təzahür olunur. Yəni mən yenə də çox üzr istəyirəm. Bu Einsteinin nəzəriyyəsi deməli keçdiniz Newton klassik mexanikasına, keçdiniz hara? Böyük sürətlərə. Böyük sürətlərə də yox, kvant nəzəriyyəsinə. Yox, o kvant nəzəriyyəsi naminəlim. Yoxsa kvant ondan sonra gəlir. Einstein, deməli Newton nəzəriyyəsi, Einstein nəzəriyyəsi, sonra kvant. Deməli, mexanikası. biz belə baxmış olsaq, ümumən fizikaya, burada Nami müəllim, obyektlərin ölçüləri baxımından bütün kainatı bölə bilərik. Deməli, mega aləm, makro aləm, bir də mikro aləm. Və bunların hər birində özünün təsir mexanizmləri var. Makro aləmdə bayaqlarım siz adını çəkdiyiniz gravitasiya qüvvələri hökmranlıq edir. Yəni orada baş verən proseslər məhz bu qüvvələrin təsiri altında baş verir. Digər qüvvələr demək olar ki, orada nəzərə alınacaq dərəcədə rol oynamırlar. Bu baxımdan deməli, Einsteinin nisbilik prinsipi elə bil ki, bir növ makro aləmin fizikasıdır. Üzr istəyirəm, mega aləmin, üzr istəyirəm, dönə-dönə, mega aləmin fizikasıdır. Makro aləmdə adətən təsir göstərir elektrik və maqnit qüvvələrinin təsiri hökmranlıq edir. Yəni, onların təsiri altında baş verən hadisələrdir. Bu bizim müşahidə etdiyimiz ətraf aləmdə, büyüm, siz, mən, bu ətrafda nə görürüksə, insanın deməli, belə deyək ki, öyrəşdiyi, gördüyü, gündəlik müşahidə etdiyi hadisələrdir. Mega aləm deyəndə biz böyük kosmosu. Bəli, tamamilə doğru. Makro aləm deyəndə Bizim özümüz. yaşadığımız bu dünya. Bəli, tamam. Mikro aləm dediyimiz artıq atomar səviyyədə baş verən hadisələrdir ki, ondan da kiçik ölçülərdə və orada deməli baş verən hadisələri əsasən idarə eləyir güclü qarşılıqlı təsir, bir də zəif qarşılıqlı təsir qüvvələri. Məhz bu anlamdan yaxınlaşdıqda, deməli, bu hadisələri biz, məsəl üçün, canlı bir varlıq kimi, makro aləmdəki hadisələri öyrəşmiş insanlar, məsəl üçün, mikro aləmdə baş verəni, mega aləmdə baş verəni bilavasitə təxəyyülümüzlə, yəni gündəlik təcrübələrimizlə, bəli, onu biz Boşluqları. bəli, boşluqları Analogiya ilə. bəli, Düşünün ki, Rasim adam ki, belədir. tamamilə Planetar quruluş var, orada da var, burada da var. Deməli, bu qanunlar da oxşar biz olmalıdır. heç birimiz işıq sürətinə yaxın sürətlərlə hərəkət eləməmişik. Ona görə də biz belə deyək ki, o hadisələri belə deyək ki, bir növ gündəlik gördüklərimizlə müqayisədə başa düşə bilmirik. Amma biz o sürətlə hərəkət etməsək də, amma o sürətlə hərəkət edən zərrəciklər var. Onların artıq öz davranışına görə biz başa düşürük ki, Einstein qanunları tamamilə doğrudur. Bilmirəm, vaxtımız bitir, amma suallar bitmir. Tamamilə. Mən işıq sürəti, bəli, bu mütləq sürətdir. Amma kvant mexanikasından biraz danışmağınızı istəyirəm. Çünki kvant mexanikasında informasiyanın verilməsi, onun sürəti, verilmə sürəti, informasiyanın verilmə sürəti işıq sürətindən daha yüksək. Çox sağ Bunu olun. necə başa düşək? Yəni, biraz kvant fizikasından, biraz da bu sürətlər məsələsindən. Mütləq sürət nədir? Müəllim, o barədə yəqin ki, belə qısa bir söhbətdə biz ətraflı məlumat verə bilmərik.
Amma alınmayacaq. qısaca kvant fizikası haqqında belə deyək ki, bir növ sağlıq olsun, gələcək söhbətlərimizi hörp salmaq mənasında demək istəyirdim ki, mən heç bir mexanika, heç bir nəzəriyyə boş-boşuna öz yerindən yaranmır. Misal üçün, uzun müddət Newton mexanikası bizim bütün tələblərimizi ödəyirdi. Bəli. Bəli, Razı, rahat bəli. yaşayırıq. Və nəhayət gəldik elə bir məqamda rastlaşdıq ki, yerin mütləq sürətini ölçmək istəyəndə bəlli oldu ki, işığın sürəti digər sürətlərdən fərqli olaraq müşahidəçinin, mənbəyin sürətindən asılı deyil, sabitdir. Bunu heç cürə Newton mexanikası izah eləyə bilmədi. Eləcə də başqa hadisələr, misal üçün, mütləq qara cismin şüalanması bir qədər ola bilər, ixtisasçı olmayan insanlar üçün bir qədər Qara cisim necə şüalana bilər, mütləq qara cisim. Və yaxud da ki, fotoeffekt kimi hadisələr var ki, bu hadisələrin izahı heç cürə Newton mexanikasının çərçivəsində baş vermədi. Və belə olan bir tərzdə istər-istəməz ilk dəfə 1900-cü il dekabr ayının 14-ü bu kvant fizikasının yaranış günü, ad günü kimi qeyd oluna bilər. İlk dəfə Max Planck belə bir nəticə gəldi ki, deməli, bu vaxtacan qəbul etdiyimiz kimi şüalanma kəsilməz olaraq yox, məhz kəsilən olaraq, hissələrlə, porsiyalarla, diskret olaraq kvantlar şəklində şüalandırılır. Və yenə də təkrarlamaq istəyirəm, 1900-cü il dekabrın 14-ü ilk dəfə 80 yaşlı təpədən dırnağa qədər Newton mexanikası ruhunda bir yetişmiş alim məcbur oldu, qəbul etsin ki, deməli, heç də hər şey təbiətdə kəsilməz deyil, kəsiləndir. Diskret, o cümlədən şüalanma, necə ki, maddələr molekullardan ibarətdir, atomlardan ibarətdir, deməli, şüalanma da kvantlardan ibarətdir. Və bundan sonra artıq o dediyimiz o gənc fiziklər, baxmayaraq ki, kvant fizikasının əsasını qoyan ahal yaşlı kişi idisə də, onu artıq irəli falan cavanlar oldu. 20, 22, 24, 26 yaşında. Bəs nə həmişə belə olur? Yəni kimsə ahal adamlar nəysə bir şey deyirlərsə, ağsaqqallar, bəli, tamam. Bəli, cavanlar aparır. Və ondan sonra bu kvant fizikasının əsası qoyuldu və göstərildi ki, deməli, bir halda ki, şüalanmanın özü diskret şəkildədirsə, deməli, onda bunu şüalandıran sistemin özü də müəyyən diskret səviyyələrdə olmalıdır. Artıq bu elmə Borun gətirdiyi Niels Bohr. Bəli, Niels Bohrun. Və bir halda ki, bunu şüalandıran atomdur, onun buraxdığı şüalanma diskret şəkildədirsə, deməli, onda belə çıxır ki, elə bu atomun özü də müəyyən diskret səviyyələrdə, enerji səviyyələrində olmalıdır. Və bu, deməli, kvant fizikasının ilkin rüşeymləri idi. Artıq bundan sonra bu Bohr nəzəriyyəsinin özü növbəti, yəni hidrogen atomunu çox gözəl izah elədiyi halda növbəti atomda çox böyük çətinliklərlə rastlaşdı. Ki, demək olar ki... Siz düzgün sadə baxın, bizim formatımız bitir, amma bu söhbəti burada da qoymaq olmaz. Xahiş edirəm, bunu yekunlaşdırın. Bu dəqiqə. Gələn dəfələrə də elə bu nöqtədən bizim söhbətimizi davam eləməyə bir şəraitimiz olar. Deməli, arzumuz olar. Artıq Borun gəldiyi nəticəni, artıq o hidrogen atomunun bütün o incəliklərini, rəngarənglərini, spektrini, şüalan çox gözəl, ideal izah eləsə də, ondan sonra gələn növbəti helium atomunda bu elə böyük çətinliklərlə rastlaşdı ki, heç cürə onu həll eləmək mümkün olmadı. Belə yerdə artıq ilk dəfə bu yenə də cavan fransız alimi Louis de Broglie, o belə bir qənaətə gəldi ki, yaxşı, bizim hamımızın gördüyümüz, tanıdığımız şüalanma, işıq, bu deməli, bu vaxtacan dalğa kimi tanıyırdıq. Bəlli oldu ki, fotoeffekt kimi hadisədə, mütləq qara cismin şüalanmasında bu özünü həm də maddədir. Özünü həm də zərrəcik kimi aparır. Zərrəcik. Bəs onda yaxşı, niyə görə
təbiətdə heç cürə qeyri-mütənasib ola bilməz. Niyə görə biz zərrəcik kimi tanıdığımız elektron, proton, neytron, niyə bəs onların dalğa xassəsi olmamış olsun? Bir halda ki, zərrəcik dalğa xüsusiyyəti işığa aiddirsə, yəni ata-babadan belə deyək ki, dalğa kimi tanıdığımız obyektə aiddirsə, elə zərrəcik kimi tanıdığımız elektrona və protona, neytrona da aid olmalıdır onun dalğa xüsusiyyəti. Yəni biz artıq elektrondan da gözləməliyik ki, o həm özünü dalğa kimi aparmalıdır, həm də zərrəcik kimi aparmalıdır. Zərrəcik olaraq qalır, Bilir, belə dalğa xassəsi olmalıdır. Və çox tezliklə bunu, bayaq Navim müəllim sizlə dediyimiz kimi, təcrübədə müşahidə elədilər. Cermer və Davison. Gördülər ki, elektron dəstəsi hər hansı bir səthə düşüb əks olunduqda topun düşdüyü bucaq alta qayıtmalıdır. Amma baxıb gördülər ki, müəyyən istiqamətlərdə onun maksimumları, müəyyən istiqamətdə minimumları müşahidə olunur. Yəni, işığın bir növ difraksiya hadisəsi tamamilə doğrudur və buna uyğun da dalğa uzunluğunu hesabladılar və baxdılar, gördülər ki, De Broglie'nin o nəzəriyyəsindən alınan dalğa uzunluğu ilə üst-üstə düşür. Və burada Namiq müəllim, o bayaqları qarşı qoyduğumuz sual meydana çıxdı ki, yaxşı, bu dalğa nədir? Bunun təbiəti nədən ibarətdir? Və bax, burada artıq fiziklər arasında uzun müddət davam edən mübahisəli məsələlər meydana çıxdı. Yəqin ki, biz bu haqda yaxşı olar ki, gələn dərslərimizdə. Amma yenə də xahiş edirəm bir yekun vuraq bu bugünkü söhbətimizə. O mərhələləri biz bir də keçdik fizikanın. Deməli, Aristotel deyək ki, mərhələsi Newtona qədər ki, bir dövr. Newtondan 20-ci əsrə qədər. 20-ci əsrə qədər. 20-ci əsr biz onu nə cür adlandıra bilərik? Həm kvant, həm... Yox, 20-ci əsrə qədər yox. Bu sırf Newton-Maxwell deməli dövrüdür. Yəni Newton dövrünün təntənəsidir. Bəli. 20-ci əsrdən sonra artıq bu artıq kvant fizikası. Kvant fizikası. Kvant fizikası. Yəni kvant fizikası deyəndə biz nisbi nəzəriyyəsini də Einstein axı onu da birlikdə. Amma bunlar bir-birlərini qəbul eləmir axı. Hələ indi də barışmayıblar məncə. Kvant fizikası ilə nisbi nəzəriyyəsi. Yox, orada kvant fizikası ilə nisbi nəzəriyyəsi yox, bunu elə demək olmaz. Misal üçün, burada söhbət nədən gedir? Məsələn, Dirac'ın tənliyi var. Bu elektronların, yəni nisbi nəzəriyyəsində nədən gedir söhbət? Yəni yüksək, böyük sürətlərdə baş verən hadisələrdən gedir söhbət. Yəni onun kvant fizikası ilə barışmağına predmetləri fərqlidir. Bəli, amma sadəcə olaraq dünyanın yaranmasına bizim birinci onların yanaşması da fərqlidir axı. Einstein'in və Max Planck'ın bunların arasında fərqlər mövcuddur. Yaranış nəzəriyyəsində onların yanaşması. Bunlar maraqlı söhbətlərdir. Həqiqətən çox maraqlı söhbətlərdir. Bizim, yəni biz bu cür deyək, yəni yekun vurmaq istəsik ki, bəli, antik dövr, ondan sonra yəni Newton-Maxwell fizikası bu dövr və 20-ci əsr artıq yeni kvant fizikası dövrü belə təsnifləşdirə bilərik. Və əvvəldə ən maraqlar bundan sonra olacaq. Bəli, bundan sonra maraqlar söhbətlərimiz olacaq. Mən istəyirəm ki, bizim söhbətlərimiz daha çox praktiki əhəmiyyət kəsb edən söhbətlər olsun. Adamlar bu söhbətlərdən sonra fizikanı sevsinlər. Həm fizikanın nəzəri sahəsi var, həm tətbiqi sahələri var fizikanın. Ümumiyyətlə fizika olmayan yerdə bu belə burada fizikla oturub söhbət edədiyim üçündür. Hətta bizim iqtisadçılar da deyirlər ki, iqtisadiyyat yoxdur. Bəzi iqtisadçılar deyirlər ki, iqtisadi fizika var. Bütün elmlərin bəlkə də ən vacibi fizikadır. Buna görə mən bizim tamaşaçılarımıza tövsiyə edəcəm, fizika ilə maraqlansınlar, fizikanı öyrənsinlər. Hətta başqa elmlərin tədqiqatı ilə məşğul olanlar belə orada bir fizis axtarışlar, təbiət axtarışlar tapsınlar. Ümumiyyətlə, elə sizin sözünüzə qüvvət, belə deyə bilərdim ki, istənilən elm sahəsində, yəni söhbət ona görə yox ki, mən fizikamıyam, bu
mənim monopoliyam da deyil təbii ki, bu hamımızın, bəşəriyyətin bir dəyəridir. İstənilən elm sahəsində nə isə izah eləmək istəyirsənsə, istər-istəməz hökmən onun axırı gəlir fizikaya çıxır. Təbiətinə gəlir. Təbiətin axtarırsansa, bu da bayaq siz özünüz dediniz, bu fizikanın elə mayasındadır. Fizika sözünün mənası təbiət deməkdir. Bütün elmlər də hamısı təbiəti öyrənir. Təbiətin bu və ya digər sahəsini. Ona görə istər-istəməz biz nə isə anlamaq istəyiriksə, başa düşmək istəyiriksə, kökünə belə deyək ki, də o Lorel'ə gedib çatmaq istəyirsə, hökmən və hökmən bu fizikanın qanunları olmalıdır. Gəlib fizikaya çatacaq. Mütləq. Beləcə, əziz dostlar, bu bugünkü söhbətimizə qulaq asdığınız üçün hamınıza təşəkkür edirəm. Müsahib müəllim, sizə böyük təşəkkür edirəm maraqlı söhbətinizə görə. Və xahiş edirəm, deməli, bu orta kanalda baxdığımız bu videonu bəyənin, bəyəni işarəsi qoyun, dostlarla paylaşın və kanalımıza abunə olun ki, bizim məqsədimiz elmi populyarlaşdırmaqdır. Nə qədər çox adam baxsa, bir o qədər güman edirəm ki, fayda olar elmin populyarlaşması istiqamətində. Sağ olun, salamat qalın. Sağ olun.